24 nömrəli testə baxırıq. Bərabər kütlədə götürülmüş hidrogen və oksigenin reaksiyasından maddələrdən biri 7 qram artıq qalarsa neçə qram su alınır? Artiqal ilə bağlıdır. Deməli, suyun alınması reaksiyasını yazaq. Bir çatırıq, da 2-dir. Deməli, reaksiyanı yazdıq. Bərabər kütlədə götürülsə, biri deyir 7 qram artıq qalır. O zaman nə qədər su alınır? Baxaq görək, reaksiyaya uyğun götürsə, məsələn, bax, artıq qalması üçün biri tam girməlidir, biri də artıq qalır da. Gəlin, burada böyüyə görə götürək kütləni. O, oksigen 32-dir. Bu da 4 qramdır da, 2 vur, 2 qram. 4. Əgər hər ikisini 32 götürsək, bunun hamısı girəcək. Amma bunun 32-dən 4-ü girəcək, 28 qram artıq qalacaq. 32-dən 4 çıxan 28 qram burada artıq qalmalı. Bizə lazım ki, 7 qram artıq olsun. Aydındır. Deməli, necə eləyik? 32 qram oksigen götürəndə neçə qram su alınır, daha doğrusu deyib. Gəlin baxaq. Baxın, 32 qram götürəndə oksigeni 36 qram su alınır, eləmi? Və artıq qalır 28. Deməli, 28 qram artıq qalında su 36 qram alınırsa, bəs 7 qram artıq qalında su nə qədər alınır? Buradan x qoyub x-i tapırıq. Bunu vururuq, bölürük 24 eləyir. X-ə bərabər 36 bölü 4, 9 qram. 9 qram da su alınırmış deməli. Davam edirik. Deməli, 29-cu suala baxırıq. 29-cu sualda kalium H-ın içi dənə reaksiyası biri 100 dərəcədə, yəni temperaturun isti, biri isə soyuq. Burada oxun üstə heç nə yazılmayacaq. Buradan nə alınır? Deməli, isti olanda kalium xlor plus kalium xlor O və su. İsti olanda kalium xlor O daha doğrusu. Amma soyuq olanda kalium xlor və kalium xlor O. Bu kalium xloratdır. Bu isə kalium hipoxloritdir. Belə yazırıq adların. Yəni, hərflə yazılmalıdır əslində. Burada, yəni, reaksiyanın oksigen duzun adı. Yəni, bu bir də deyirəm, kalium xlorat. Bu isə kalium hipoxlorit. Yəni, xlorun yadımıza salaq nə qədər oksigen turşusu var. Bu kalium H xloro hipoxlorit, H xloro 2 xlorid, H xloro 3 xlorat, H xlor O4 perxlorat. Yəni, bunlar yəni metal gələndə həmin metalın adı və turşunun adını qeyd edirik. Kalium hipoxlorit, kalium xlorid, kalium xlorat, kalium perxlorat. Belə davam edirik və ən axırıncı suala da baxaq. 30 nömrəli test tapşırığında şəkil verilib. Şəkildə sınaq şüşəsində kalium permanganat maddəsi m qram olaraq spirt lampasına qızdırılır və buradan qaz aparan boru vasitəsilə su olan qabın içərisinə toplanır. Oksigen qazı çıxır. Yəni, bu suyu sıxışdırıb çıxarmaq üsulu ilə yəni, buradan boru girir, sulu bir qabın içinə keçir, başqa bir sınaq şüşəsinə tərsinə çevrilir. Elə bu ki, ağır qaz sudan keçir. Bu suda həll olmayan qazlar bu cür suda toplanır. Arasından buradan keçir və suyu sıxışdıraraq burada qaba toplanır oksigen qazı. İndi bunun biz reaksiyasını yazaq. Bu, deməli, kalium permanganatın parçalanması reaksiyasıdır. Bu neçə qram idi oksigen atıqlanmadı 4, hə? Yazaq, kalium permanganatın parçalanması. Kalium mangan O4 parçalananda kalium 2 manganata parçalanır, kalium manganata. Sonra mangan O2 və O2'ye parçalanır. Kalium burada 2'də, bura 2 ataq. Mangan oldu 2 dənə, oksigen oldu 8 dənə. Bura 4, bura 2, bura 2, 4. Reaksiya tənini yazın. 1 də yazdıq, 2-dən çalışdırdıq. Arda-arda bura qeyd edirik. Və M-i tap. M və bunun kütləsini deyir tap. M yazaq, deyir, M qram bunu tapaq. Necə tapaq? Deyir, oksigen də verib atomum, onda 4 qram. Əgər bu atomum 4-sə bu nə qədərdir? M, onda bu 2 vur. Bu 32-dir, bunu bildik dəqiq. Bəs yaxşı, bunun emerini məcburuq tapaq. Deməli, mangan 55-dir. Burada da 2 oldu. Deməli, 110 budur mangan. 4 vur 3, 8-dən oksigen var, o da 128 eləyir. Kaliumda 2-də nədir? 39. Bu da eləyir 78. Toplayaq 6 bir yadda. Bunlar toplayaq 100 eləyir, 110 bir yazıram. 100 yadda.
Burada da 2 316. Deməli bu 316 qram imiş. Yəni 2 mol bir yerdə hesabladım. Buradan n bərabər olacaq. 316 vur 6/4 böl 32. Bunu da buraya 0,2 eləyir. 0,2 o da eləyəcək. 632 bölü 63,2 qram. Cavab burada 63,2 qram edəcəyimin qiyməti.